Yoxlamaq yox, bilmək ok. Mən də yoxlamaq nok, bilmək ok. Sən ok. Keçmiş sevgilisiyle dost olarak kalmak nok. Ok. Nok. Şimdi şey, Anladı kız, anladı. Yine bir şey olabilir. yəni mənim üçün okeydir bu arada. Tamam ki qohum olmuşlar yani. Yox da keçmiş iş yoldaşı olub məsələn. Münasibətləri Ok. olub. Hamısı ok. Münasibətləri bitib amma dost olarak okey. Zaten davam eləsəydilər bitməzdi. Olmayanlardan qorxmaq lazımdır. Keçmişdə qalmışdır, düşündür. Sevdim. Bir neferle bir neçə ay görüşəndən sonra heç bir açıklama vermeden tamamıyla yok açıq. Ok. Hala sualları değil bunlar. Yani Məncə çox idealdır. Bax mən birinə açıqlama verməyi sevmirəm, adamın xətrinə dəyə bilərəm. mən üçün oktu dəqiq. Yox oluram da o insan nə olur? Mən yoxa çıxmağım heç də demir ki bəyəm. Hə, eynən. Məcburam sözlə deyim. Yoxa çıxmağım o deməkdir. Yani eğer ben mesela eğer hakikaten hiss edirəmsə bir şey tıxanıb və getmir, onda mənim üçün problem değil. Amma belə hər şey super gedəndə birdən-birə qırılmaq. O biraz Görüşürsən, evə gəlirsən, evdə istəyirsən ki, bu adamı görmək istəyirsən. Hə, o heç, o ayrı. İçində hiss edirəm, onu görmək istəmirəm. Söhbət bağlanır. Nə zəng edeyim, sənin ürəyində bir şey var, səni görmək istəmirəm. Eynən. Gəlmə, sən zəng verəndə mən zəng verəm. Yo, o hiss elətdirirəm ki, mən artıq danışmaq istəmirəm. Avtobusda, metroda kiminsə telefonuna baxışım qeyri-ixtiyari yayılmaz. Okey. Bu arada artıq deyirdi. Evet. Mənim üçün artıq okeydir. Arkadaşlar ya biraz qocalmış olabilir. Səhvən baxıram ha. İş vaxtı şəxsi sosial şəbəkə hesablarında aktiv olmaq. Okey. Ok. İşimə mane olmursa niyə də ok olmasın? Xəstə olmasan da sadəcə keyfin istəmədiyi üçün işdən xəstəlik icazəsi almaq. Ala bilmirəm. Bizim çərdir öləndə də gəl görək ölmüsən, ondan sonra gedərsən. Mənim üçün okdur. Bəzi günlər həqiqətən keyfim olmur və evdə qalmaq istəyirəm sadəcə. Evdən çölə çıxmaq istəmirəm. İş yoldaşının maaşının nə qədər olduğunu birbaşa özündən soruşmaq. Qətiyyən soruşa bilmərəm, çünki qorxaram ki, birdən məndən az işləyən insan məndən çox maaş alar, mənim işi olar, həvəsim ölər, soruşa bilmərəm. Doğru. Vakansiya mənim üçün də okey, boş verin, soruşun gitsin. Olsa da hamı maaşını biləməm. Amma mən də şəxsən hamı maaşını biləm, amma deyir yəni bir-birinə bu arada. Vakansiyaya müraciət edərkən CV-də bilikləri biraz şişirtmək məncə ok. Bu arada hamı eləyir çünki, xüsusilə LinkedIn-də falan. LinkedIn-dən, Facebook-da. son yazacağım. Heç vaxt qəbul almıram. Yəni LinkedIn-də, sən demiş Facebook'da hamı alimdir, hamı bütün dünyanı gəzib və hamı intellektualdır yəni. Ona görə çox da nok deyil ya, ok yəni. Çox abartmayacağım sürətlə. Məncə PR eləmək lazımdır. Bəli. Bazı işdə görsən, mən belə bir iş görürəm. Yəni öz PR-ı aparmaq lazımdır. Çünki amma mən sən dil mövzusunda heç vaxt yalan yazmıram. Ən qorxduğum şeydir o məsələn. Hə, nəysə. Deyir ki, küçədə bir adam görürsünüz və görürsünüz ki, onun paltarında nəsə bir şey vardı, tutaq üstü kirlənib və yaxud da nəsə etiket qalıb paltarın üstündə. Yaxınlaşıb ona deyirsiniz, yoxsa yox? Əgər o dəqiqə o adı düzəldə biləcək vəziyyətdədirsə deyərəm. Məsələn, etiket qalıb, deyərəm ki, okey də bunu çıxart. Amma yox, əgər böyük bir ləkə varsa, o tanımakdan qorxaram demərəm. Mən çox vaxt deyirəm bu arada, amma nətər deyirəm, sanki nəsə soruşurmuş kimi deyirəm ki, elə yavaşca deyirəm ki, ətrafındaşlar eşitməsin, bilməsinlər. O özü bilsin, heç olmasa nəsə bir addım atsın da bir şey eləsin, ona görə. Dostunun evində onun icazəsi olmadan soyuducunu açıb içinə baxmaq. Dostumun evində hər şey eləyir. Hər şey eləyərəm. Çox da ok yəni. Bu arada bir şey var. Deyir ki, dostunun evində, kimisə evində rahatça xalqində soyuducunu aça bilirsənsə və həmin adam gəlib sənə qəribə formada baxmırsa, deməli sən həqiqətən də yaxınsan da belə dostsan. Eləyə bilmərəm. Mən heç kimin evində eləyə bilmirəm bu arada. Heç öz evimizdə utanarıq. Mənim qəribə xasiyyətdir. Amma nə bilim. Məsələn, Fərdəgilə gedəndə açmaram. Çünki Fərdən ailəsinin evində. Amma Fərdən özü Litvaya getsəm açaram. Hə, ay sağ ol. Biz çıxdıq.
evindəyik. Bu qızlar 5 dəqiqə sonra gəlir. Yine tarzız. Bizim nişan dekorlarına bakın acil. Böyle ihtimalla qərar verə bilməyəndə mən hem kəpənəkli hem güllü dekor. Lookuma da bakın. Şu şekil. Öz kısmetime kavuşmak için çok savaştım, çok değiştim, yanında demiştim. Ben boyunu gözlerim sana göre. Hoş geldin benim özüm, seveceğim, seveceğim seni, seveceğim ebedi. İçeride bizi tanırlar. Neyse çok qəşəng danışdı. Çok qəşəng danışdı ama söz düşünürəm kompensasiya oldu.